Bakıxanovda mərkəzi ərazidə 2 otaqlı, səliqəli, təmirli mənzilimiz satışa çıxıb. Yerləşmə yeri çox gözəl yerdir. Yerləşmə yerini göstərdim. Razında yaşayanlar biləcək Bakıxanovda. Bax, Arzu Şadlı Sarayı qabağa gedəndə 100 metr qabaqda İdman liseyi var. Bura İdman liseyi ilə üz-üzdür. İdman liseyi ilə üz-üz binadır. Avtobus, marşrut düz buradan keçir. 76 marşrut düz binanın qabağından keçir. 2 otaqdır, daş miniskidir. Daş miniskidir, 5 mərtəbəli binanın. Astanovka o da var, Astanovka orada. Biraz o taraf gedəndə Arzu Şadlı Sarayıdır. Təmiri qaydasındadır. İstilik hökumətindir. Krişa çardaqdır, yəni çox binada çardaq olmur, amma miniskilərdə çardaq olur. Elə ki 5 mərtəbəli binanın üstü düz olur, amma bunlarda bir də çardaq var. Yəni damma, su buraxma söhbəti ola bilməz. Bu da evimizin yataq otağıdır. Yəni normal ölçüləri var. Yataq otağının, yəni zalın hamısının ölçüləri qaydasındadır. Buraya istəyən olsa boş divar, yəni çərçivə, qəşəng şkaf zad yığdırmaq olar. Sanuzeli bir yerdədir. Yəni istəyən olsa əslində buradan qapı ayırtdırıb, ortadan bölüşdürüb ayrı-ayrı eləmək olar. Yəni yetərincə yekədir. Prosta qardaş buranın yəqin ki olubdur. Miniskilərdə ayrı-ayrı olur. Ləğv elətdirib bir yerə qoydurub. Bu da kuxnamızdır. Qaz, su, işıq pastayanlıdır, sənədlər qaydasındadır. Arzu Şadlı Sarayın yaxınlığıdır. Düz elə Arzu Şadlı Sarayın qabağındakı bina. 5 mərtəbə daş miniski. Qiymət də münasibdir, yəni hal-hazırdakı bazarda. 2 otağa yaxınlaşırsan 160 min, 155 min. Yəni bizim bu mənzili qiymət 142 mindən satışa çıxartmışıq. İndi reallıq olsa orada cüzi danışıq yeri olacaq. Kimə maraqlı olsa əlaqə saxlasın. Xaçar da ofisdədir. İstənilən vaxt göstərmək olar.